Hamınıza salam. Bugün sizinle birlikte 5. sınıf İngiliz dili səhifə 21, 22 və 23 keçəcəyik. Gəlin başlayaq. Mövzumuzun adı English Everywhere. İngilis dili hər yerdədirdi. Gəlin ilk tapşırığa nəzər yetirək. Look at the web page and connect the nationalities with the words below. Burada verilmiş web səhifə diqqət etirin, sonra ədədlərini aşağıdakı verilmiş sözlərlə tamamlayın. Then listen, check and report. Sonra oxuyun, təkrar edin və yoxlayın. Gəlin ilk öncə şərkimizə qulaq asaq. 1. Brazil, Brazilian. 2. The United States, American. 3. South Africa, South African. 4. Japan, Japanese. 5. Russia, Russian. 6. Spain, Spanish. 7. Mexico, Mexican. 8. The United Kingdom, British. 9. France, French. Trəkimizə qulaq asdığımıza görə oxumağa başlayaq. 1. Maria, 11 yaşı var. İç yaş deməkdir. Nationality deməkdir. Amerikalıdır. Amerikanın Los Angeles, yəni ABŞ-nin Los Angeles şəhərindəndir. Favorite thing, ən sevdiyi məşğuliyyəti isə internetdə vaxt keçirmək ya da telefonudur. 2. Adrian, 12 yaşı var. Milləti gördüyümüz kimi Fransa bayrağı olduğu üçün French'dir. Fransanın Paris şəhərindən dünyaya gəlib. Ən sevdiyi şey musiqiyə qulaq asmaq və geyimləridir. 3. Ana, 13 yaşı var. Milləti burada görürük ki, İspanya bayrağı verir, onun üçün Spanish olacaq. İngilis dilində İspanyalılara Spanishlər deyilir, yəni Spanish. İspaniyanın Madrid şəhərində dünyaya gəlmişdir. Ən sevdiyi şey cinsləridir və velosipedidir. 4. Alisa, 13 yaşı var. Bu da Rus bayrağı olduğu üçün milləti Russian. Rusiyanın Moskova şəhərində dünyaya gəlmişdir. Ən sevdiyi şey futbol oynamaqdır və yemək yeməkdir. Sonra gəlir Alejandro. Alejandro görürük 12 yaşı var. Bu da bir dənə Meksika bayrağı var. Meksikana Meksikan deyirlər. İngilis dilində. O Meksikanın City Meksika ölkəsinin Meksika şəhərində dünyaya gəlmişdir. Ən sevdiyi şey futbol oynayıb musiqi asmaqdır. Adriana, 12 yaşı var. O Braziliyandır. Doğulduğu yer Braziliyanın Recife şəhəridir. Ən sevdiyi şey yeməkdir və dostlarıdır. Sonrası gəlir Jack, 14 yaşı var. Milləti gördüyünüz kimi burada United'dır. Onun üçün yazılacaq ki British. Milləti Britaniyalıdır. From, United Kingdom'un London şəhərindəndir. Favorite thing, ən sevdiyi şeyləri idmanlar və dostlarıdır. Kungavo, 11 yaşı var. Güney Afrikada dünyaya gəlmişdir. Milləti isə South African, Güney Afrikalıdır. Güney Afrikanın Cape Town'unda, yəni Cape şəhərində dünyaya gəlmişdir. Ən sevdiyi şey internet və musiqi asmaqdır. Tomomi, gördüyümüz kimi Yapon bayrağı var, yəni Japanisdir, Yaponyalıdır. Yaponiyanın Osaka şəhərində dünyaya gəlmişdir. Ən sevdiyi məşğuliyyətlər idman eləmək və geyim giyməkdir. Birinci tapşırıq yazdığımıza görə, yəni ikinci tapşırığa keçək. İkinci tapşırıq. Complete a chart with the country's nationalities. Aşağıda verilmiş tapşırığı düzgün ölkə və millətlərlə tamamlayın. Use the web page to help you. Then listen, check and report. Yuxarıda verilmiş national millətlərdən istifadə edin və tamamlayın. Və təkrar edin, qulaq asın. Yəni ilk öncə trəkimizə qulaq asaq onda. 1. Brazil, Brazilian. 2. The United States,
American. 3. South Africa, South African. 4. Japan, Japanese. 5. Russia, Russian. 6. Spain, Spanish. 7. Mexico, Mexican. 8. The United Kingdom, British. 9. France, French. Gerçek qulaq asdığınıza görə gəlin başlayaq. İlk öncə mən bunları silim buradan. United States. Amerika. Yəni bu da verilmiş bayraq ABŞ-ın bayrağıdır. Biz yuxarıda oxuduq ki, ABŞ-da Amerikan. Yəni Amerika millətinə nümayəndələr yaşayır. Üst şəkil. Bu da Güney Afrikadır. South American olacaq bunda da. Sonra bunda isə ancaq Japoniyanın ancaq millətini verilib. Bilirik ki, Japoniya ingilisində Japan deyilir. Sonra gəlir Rusiya. Rusiyada bilirik ki, Rusiya ingilisində Rusiya deyilir. Bunları bizə indi trəkdə dinləmişdik. Rusiya millətinə də Rusiyan deyilir. Yəni Rusiya millətinin nümayəndəsinə. İndi İspaniya. İspaniyanın nümayəndəsinə Spanish deyilir. İndi 7-ciyə. Gördüyünüz kimi burası Meksikanın bayrağıdır. Yazıyıq Meksika. Meksika. Və olan milliyyətçiləri isə Meksikanın adlanır. Bu sonraki ölkəmiz Birləşmiş Krallıqlardır. Yuxarıda da oxuduğumuz kimi onların nümayəndələrinə British deyilir. Və son bayrağımız Fransanındır. Fransa ingilisində Frans deyilir. Yenə əmin olun mən bir dənə. Bəli, Frans deyilir. Və olan millətçilərinə isə French deyilir. Look, use capital letters with the continents and nations. Ölkələrin ilk hərflərinə diqqət yetirin. I am from United States. Mən ABŞ-danam. I am American. Mən Amerikanam. I am from Mexico. Mən Meksikadanam. I am Mexican. Yəni deyir ki, diqqət yetirin ki, həm millətlərin, həm də ölkələrin ilk hərfi böyük hərfdən yazılsın. İndi keçək 3-cü tapşırığa. Look at the web page again. Yuxarıdakı web səhifəyə yenə baxın. Where are they from? Onlar hardandılar? Complete the sentence. Cümlələri tamamlayın. Yəni yuxarıda bizə şagirdlər verilmişdi. İndi soruşur ki, hər şagird hardandır? İlk şagird öz yazıb. Adrian is from France. Adrian Fransadandır. He is French. O Fransalıdır. İkincisi, Anna. Anna is from İspanya. She is Spanish. Sonra gəlir Kungava. Kungava'da gördüyümüz kimi South Afrikadandır. South Africa. He is South African. Yəni o Güney Afrikalıdır. Sonra gəlir Tomori. Tomori is from Japan. Tomori Japoniyadandır. She is Japanese. Sonra isə gəlir Jack. Jack is from
The United Kingdom. Yani Jack United Kingdom'dandır. Birleşmiş Krallık'tan. He is British. O Britanyalıdır. Alisa is from Russia. She is Russian. Bunu da yazdık. Gördüğünüz kimi sizinlə səhifə 23-ü tamamilə işlədik. Gələcək videomuzda görüşmək ümidi ilə. Hələlik.